Salam, hörmətli izləyicilərimiz, xoş gördük sizləri. Masazır qəsəbəsində qəşəng bir 6 sotda villamız satışa çıxıb. Möhtəşəm bir ev, 6 sotda, 3 mərtəbə, 5 otaq, 80% əşyalar qalmaq şərti ilə. Həyətin görüntüsü, həyətində bir besetkası var. Böyük həyəti var, qəşəng ağlay daşla, metlaq daşla döşənmiş həyəti, kamera sistemi, darvaza, evin dörd bir tərəfinə, yan hissəsinə keçmək mümkündür. Bax, burada qəşəng bir besetkamız var. Evin həm torpağın, həm evin çıxarışı kupçası var. İpoteka bank şərtlərinə uyğun. Qiymət 225 min manatdan satışa çıxıb. Real müştərilərə təbii ki, qiymətdə endirim olunacaq. Bax, bu cür həyətimiz var. Hörmətli izləyicilərimiz, ağlaş daşla üzlənmiş qıraqlar və metal daşla örtülmüş döşəməsi. Burada arxa həyətə keçmək olur. Buradan da arxa həyətə keçmək olur. Evdə 4-5 ədəd kondisioner mövcuddur. Burada yaşıllıq üçün də əlavə yerlərimiz var, ayrılıbdır. Burada bu bizim besetkamız, qəşəng, super. Doğrudan da super bir görkəmli. Buralarda yaşayış olmadığı üçün baxımsız qalıb, ağac güləkmək üçün kifayət qədər geniş yerlərimiz var. Sadəcə bu qonşu həyətə bir pəncərəsi baxır, onu da ki divarla, daşla örtüb qonşunun pəncərəsinin əlaqəsini kəsmək olur. Qaldı ki, bu qonşunun da pəncərəsi pilləkandır, buzlu şüşədir, görsənmir həyəti. Bax, bu cür qəşəng yerimiz, həyətdə sanitar qonşu, kombi otağı və zirzəmiyə keçidimiz var. Buradan da arxaya keçmək olur. Burada bir ədəd zirzəmi mövcuddur. Sadəcə evdə baxımsızdır, yaşayış olmadığı üçün baxımsız vəziyyətdə qalıb. Qəşəng forma. Evində üz görünüşü 225 min manata deyilir. Real müştərilərə qiymətdə endirim olunacaq. Evin daxili sahəsinə giriş edək, hörmətli izləyicilərimiz. Evin giriş hissəsi, sanitar qovşaq hissə, mətbəx hissə döşəmədən isitməli. 3 mərtəbə ev. İlk öncə salondan başlayaq. Evimizin salon hissəsi hardasa 45 kvadrat. Bax, bu cür əşyaların hardasa 80% qalır. Göstərəcəm nə qalır, nə götürülür. Evdə sadəcə bir ədəd televizor, bir ədəd xaladenik, soyuducu götürüləcək. Burada sanitar qovşaq hissəmiz qəşəng bahalı aksesuarlarla bir yerdə. Döşəmədən isitmə, bax bu cür. Hamam vannasına qədər var. Bahalı aksesuarlarımız var. Mətbəx hissəmiz 14 kvadrat. Qəşəng forma. Sadəcə bu Hitachi markalı soyuducu götürüləcək. Qalan hər şey mikrovolnovka, fırın, hər şey qiymətə daxil qalacaq. Geniş, doğrudan da geniş mətbəx. Bax, bu cür döşəməsi yerdən isitməli. İndi isə ikinci mərtəbəyə qalxaq. İkinci mərtəbədə 3 yataq otağı və mansard hissəsi böyük, açıq vəziyyətdə 120 kvadrat. Evimiz ümumilikdə 240 kvadrat yaşayış sahəsindən ibarətdir. Burada böyük hol qarşılayır bizi. Evimizdə 6 ədəd balkon var. Balkonun bir ədədi burada, bir ədəd yataq otağında və ikinci mərtəbədə arxa otaqlarda da balkon var və 2 ədəd isə mansard hissədə balkonumuz var. Sanitar qovşaq hissə ikinci mərtəbədə qəşəng 2 kvadrat yarım bahalı aksesuarlar. Evimiz təcili satılır. Hörmətli izləyicilərimiz, endirim mütləq olunacaq. 14 kvadrat yataq otağımız, burada da əşyalar qiymətə daxil qalır. Bax, bu cür gözəl vəziyyətdə. 18 kvadrat digər bir yataq otağımız. Bu yataq otağında da balkonumuz mövcuddur. Hər bir otaqda kondisioner var, o da qiymətə daxil qalacaq. Bax, bu cür geniş, bahalı yataq mebelimiz. Evin 18 kvadratlıq 3-cü yataq otağı. Burada da əşyalar qalacaq, televizor qalacaq. Sadəcə evdə salondakı televizor və mətbəxdəki Hitachi markalı 2 kameralı soyuducu götürüləcək. Burada da balkonumuz var, hörmətli izləyicilərimiz.
İndi isə mansarda qalxaq. Mansardımız açıq mansarddır. Rahatlıqla xeyir işləri qismət olsun tək sizə eləmək mümkündür. Burada da hər bir əşya qalacaq. Böyük künc divanımız var. Bu aradasa bura 90 kvadrat. Duz gölünə açılan 2 pəncərəsi var. İzolyasiya olunub. Şəxsi evdir. Öz üçün inşa edilib. 4 ədəd radiator yerlərimiz var. Bax burada bu cür. 2 ədəd də balkon. Balkondan da çıxım. Göstərim sizlər üçün həyəti. Bax burada balkondan həyətimiz. Bu da belə. Evimizdə 6 ədəd balkon yerləşir. Şəxsi öz sahibi inşa eləyib, xaricdə yaşadığı üçün, ehtiyac olmadığı üçün satır. Həm evin, həm torpağın çıxarışı qubçası var. Şəbəkə formalı ağlay döşəmə pəncərədə. Pilləkənin pəncərəsində 2 ədəd monolit beton evimiz kolonlar üzərində inşa olunub. Hörmətli izləyicilərimiz, çox keyfiyyətli şəkildə. Bax burada hol hissədə də soyuq kondisioner mövcuddur. Super, doğrudan da super. 225 min manata satışa çıxıb. Real müştərilərə təbii ki, qiymətli endirim olunacaq. Hörmətli izləyicilərimiz, söz sizdə. Diqqətinizi və izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.